Sabahınız xeyir. Bu gün bizim ən böyük mövzumuzda, ən gözəl mövzudan birini seçmişik. Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami Gəncəyə filialının e, demək belə bir seminarı keçirildi. Mədəniyyət Nazirliyinin xətti ilə işğaldan azad olunmuş mədəni irsimiz. Bizim əsas irsimizi qorumaq, tarixi abidələrimizi, tarixi günlərimizi, tarixi şəxslərimiz, bunların hamısı bizim üçün mədəni irsdir. Ulu öndərimizin sözü ilə desək, keçmişini tanımayan, gələcəyini keçmiş tarixini bilməyən, gələcəyini heç bir vaxt bilə bilməz. Buna görə bizim qonaqlarımız bu gün bizə ən böyük ziyalılarımızdır. Mən təşəkkür edirəm bugünkü gündə onlar bizə qoşulurlar. Bizdə bu gün qoşulmalı idi Ülviyə xanım Həmzəyeva, Naxçıvanın Milli Məclisinin deputatı, Mədəniyyət Komitəsinin üzvü. Bu gün Allah şəfa versin, əməliyyat olub, o qoşula bilmədi. Pərvin xanım da bizdə. Azərbaycan Respublikalı Milli Məclisin deputatı, tarix üzrə fəlsəfə doktoru, professor doktor Ali Təmizəl, Səlcuq Universitetinin Ədəbiyyat Fakültəsinin dekanı, Sərdar Ünsal, Türk-Azərbaycan Dostluq Dərnəkləri Federasyonu Genel Başkan Yardımcısı, İğdır Azərbaycan Evi Dərnəyi Başqanı, araşdırmacı yazar, Metin Yıldırım sosial bilimci yazar və bizim üçün ən əziz olan Əzağa Nəzərzadə, onu təbrik edirik. Qarabağda bugünkü gündə fəaliyyət göstərir. Qarabağ Universitetinin Filologiya kafedrasının müdiri, Filologiya elmləri doktoru. Qarabağ Universitetində də bugünkü gündə fəaliyyətini davam edir. Elmlər Akademiyasından bizim üçün çox fəaliyyətlər, köməklər oldu. Bugünkü gündə davam edir Qarabağ Universitetində. Mən hamıyı salamlayıram və biz başlayaq. Bugün Ülviyə xanım olmadığından Pərvin xanım buradadır. Pərvin xanım buyurun. Pərvin xanım buradasınız. Pərvin xanım qoşulmalıdır. Danışdım, qoşulmalıdır Pərvin xanım. Hələlik qoşulmuyor Gülarə müəllimə. Pərvin xanım qoşulmuyorsa, onda Ali hocamız buradadırmı? Ali Təmizəl. Onunla incə az olaraq danışdım. Dedim mən qoşulacağım. Xeyr, o da hələ qoşulmuyor. Ay aman. Sərdar Ünsal onda bizim. Sərdar müəllim, biz başlayaq. Hobisləri yenə qoşulaq onda. Sərdar Ünsal, Türk-Azərbaycan Dostluq Dərnəyi Başqanıdır. Sərdar bəy buyurun. Sərdar hocam. Evet, bütün katılımcıları selamlıyorum. Herkese saygılar ve sevgiler gönderiyorum. Bugün Karabağ'da yaşanan olayları geriye gidersek, önce şunu belirteyim. Karabağ'da bir zafer yaşanmıştır. Türk milletinin e, ikinci zaferidir bu. Çünkü aradan yıllar geçtikten sonra Karabağ'da Türk milleti büyük bir zafer kazanmıştır. 30 yılı aşkın işgalde kalan topraklar kurtarılmış. Karabağ'ın Azerbaycan'ın bir parçası Sərdar olduğu müəllim, ispat səsiniz edilmiş. gəlmir. Gelmiyor mu? Bir dakika. İndi gəldi. Evet. Yani bu işgal edilen topraklar kurtarılmıştır. Türk milleti büyük bir zafer kazanmıştır. Maalesef 30 yılı aşkın Ermeni işgalinde olan Karabağ topraklarında Azerbaycan'ın medeniyeti yok edilmiştir. Karabağ'da bulunan 67 tane caminin 63 tanesi yıkılmış, ahır olarak kullanılmış, buradaki camiler yerle bir edilmişti. Bunun en büyük örneğini tabii Şuşa'da görüyoruz, Ağdam'da görüyoruz, bu Hocalı'da görüyoruz. Buradaki Türk milletine ait olan bütün kültürel varlıklar, medeniyetin unsuru olan camiler, kümbetler, kaleler hepsi tahrip edilmişti. Büyük Komutan İlham Aliyev'in zaferiyle sonuçlanan Karabağ Zaferi'nden sonra burada bulunan tam yıkılmamış camiler onarıldı, tarihi eserler onarıldı, yepyeniden yapılarak hizmete sokuldu. Bu da büyük bir başarıdır. Bugün Şuşa şehri bir medeniyet şehri olmuştur. Şuşa'ya giden insanlar oradaki Türk milletinin izlerini görmektedir. Böylece Azerbaycan'ın
Karabağ dediğimiz bölgesindeki Ermeniler tarafından tahrip edilen medeniyet abideleri, kültür varlıkları yeniden hayat bulmaya başlamıştır. Tabii Ermeniler Karabağ'da 67 camiden 63 tanesini tahrip edip yıkarken maalesef bir dünya buna seyirci kalmıştır. Hiçbir zaman bu konuda da Ermenileri kınamamıştır. Kınamadıkları için de Ermeniler bundan cesaret alarak bütün Azerbaycan medeniyetini Karabağ'da yok etmeyi seçmişlerdir. Çok şükür bugün Azerbaycan'ın bu kültür şehirleri yeniden canlanmakta, yeniden hayat bulmaktadır. Ben şimdilik bunları aktaracağım. Teşekkür ederim. Biz sizə təşəkkür edərik hocam. Bugün bizə bayaq çağırdım, qoşulmamışdı. Pərvin Kərimzadə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru. Pərvin xanım, buyurun. Təşəkkür edirəm Gülnarə xanım, hörmətli qonaqlarımız, əziz tədbirə qoşulanlarımız. İlk öncə sizin hər birinizi, Türkiyədən olan qonaqlarımızı, dahi Nizami yurdunun, dahi Nizaminin şəhəri olan, Cavad xanın şəhəri olan Gəncədən salamlayıram. Bugünkü seminarın təşkilinə görə elə Gülnarə xanıma, bütün Mədəniyyət İdarəmizə təşəkkür, Mədəniyyət Qoruğuna təşəkkürümü bildirirəm. Çünki olduqca aktual bir mövzudur və vaxt aşırı Gülnarə xanım belə bir təşəbbüslə çıxış edir və Qarabağda, işğaldan azad olunmuş torpaqlarımızda həm gedən quruculuq işləri ilə bağlı, həm orada dağıdılmış mədəniyyətimizlə bağlı, həm də ümumiyyətlə mədəniyyətimizin inkişafı ilə ardıcıl olaraq belə seminarlar təşkil edilir. Bilirsiniz, əslində işğal olunmuş ərazilərdən danışmaq 2020-ci ildən sonra artıq böyük bir qürur və iftixar hissi verir insana. Çünki 30 ildən sonra Azərbaycan artıq öz tarixi torpaqlarına qayıtdı. 30 ildən sonra Azərbaycan öz tarixi torpaqlarına nəinki qayıtdı və buranın əsl sahibinin kim olduğunu göstərdi. Çünki əslində biz 30 il ərzində orada yalnız dağıdılmış əraziləri gördük. Biz 30 il ərzində orada Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımları gördük. Mədəniyyətimizin məhv olunmasını gördük. Torpaqların yandırılmasını gördük. Ekoloji fəlakətin şahidləri olduq. Bunu isə torpağın əsl sahibləri heç vaxt edə bilməzdi. Əksinə, torpağın əsl sahibləri o torpağa həyatı qaytardı və bunun da biz son 4 ildən artıq bir müddətdə, artıq 5-ci ildir ki, o torpaqlarda azan səsi səslənir, o torpaqlara mədəniyyət qayıdır, həyat qayıdır, canlanma baş verir. Amma bu hadisələrin bir başlanma tarixi var idi. Hər birimizə bəllidir ki, hələ 19-cu əsrin sonlarında ermənilər bir-birinin ardınca Armenakan, Hınçaq, Daşnaqsuzun partiyaları yaratdılar ki, bu partiyaların proqramlarına baxsaq, hər üçündə terrorçuluq, insanlara qarşı törədilən soyqırım aktları bir qırmızı xətlə keçirdi. Terror onların rəsmi proqramlarında yazılan bir maddə idi. Bunu biz tarixi sənədlərə baxarkən bunların hər birinin şahidi oluruq və 20-ci əsrin əvvəllərindən Bakıda birdən-birə o neft bumunun yaşanması, Azərbaycanın zəngin bir ölkəyə çevrilməsi, pulda pul qazanma mümkün olması, ermənilər harda pul, orada o dəqiqə peyda olurdular. Əvvəlcə özlərini zavallı, məzlum, yazıq kimi göstərir, sonra isə artıq torpaq iddiasına qalxırdılar. Siz təsəvvür edin ki, o dövrdə Cənubi Qafqaz 54 qəzadan ibarət idi və onun yalnız 9-unda ermənilər yaşayırdı, o da çoxluq təşkil eləmirdi. Belə bir şəraitdə ermənilər hansı addımları atır? Azərbaycanlıları öz torpaqlarından sıxışdırmağa başlayır. Və bir-birinin ardınca biz yəqin nadir xalqlardanıq ki, bir əsrdə bir neçə dəfə soyqırıma məruz qalmışıq. 1905-6-cı il, 1918-ci il, ondan sonra 20-ci ilə qədər davam edən hadisələr, 1948-53-cü il intipartasiyası, 1988-ci ildən Ermənistandan tarixi qərbi Azərbaycan torpaqlarından Azərbaycanlıların köçürülməsi və başlanan Qarabağ hadisələri. Bilirsiniz, əslində bu illər ərzində o demək deyil ki, Azərbaycanlılar cavab vermədi. İstər 20-ci əsrin əvvəllərində, istər 20-ci əsrin sonlarında Azərbaycan hər zaman bu hadisələrin cavabını verdi. Lakin 90-cı illərin əvvəllərində Azərbaycan özü çox qəliz tarixi bir şəraiti yaşayırdı. Məhz 91, 92-ci, 93-cü illərin ortasına qədər Azərbaycan siyasi məhfum olaraq xəritədən silinə bilərdi və belə bir halda ermənilərin
havadarlarına arxalanaraq gördüyü işlərin qarşısını almaq sözsüz ki, çətin idi. Amma 93-cü ildə bəlli olduğu kimi Azərbaycanda qurtuluş hərəkatı yaşandı. Ulu Öndər yenidən hakimiyyətə gəldi və o dövrdən Azərbaycanın qurtuluşdan zəfərə doğru gedən böyük bir hərəkat başlandı. Bu hadisələr haqqında çox geniş danışmaq olar, amma bugün bizim qonaqlarımız da var. Mən sadəcə orada məhv olan mədəniyyətimiz haqqında və bugün onun bərpası haqqında bir neçə də cümlə də deyib sizinlə sağollaşacağam. Biz Qarabağ ərazisində təkcə insanlara qarşı törədilmiş soyqırımla rastlaşmadıq. Biz mədəniyyət abidələrinə qarşı olan soyqırımla rastlaşdıq. Bəlli olduğu kimi mədəniyyət abidələrinə qarşı vandalizm beynəlxalq cinayət hesab olunur. Bu, bütün konvensiyalarda belədir. Mədəniyyət abidələrinin dağıdılması, məhv olunması, bu bəşəriyyətə qarşı törədilmiş beynəlxalq cinayətdir. Və beynəlxalq hüquqa əsasən məhz insanlara qarşı soyqırım, ekoloji fəlakətin törədilməsi və mədəniyyət abidələrinə qarşı vandalizm beynəlxalq cinayət hesab edilir. İllərlə bizim mədəniyyət abidələrimiz dağıdıldı. İllərlə bizim məscidlərimiz dağıdıldı. Orada müxtəlif heyvanlar saxlanıldı. Amma dünya buna sustu. Biz sülh yolu ilə bütün məsələləri həll etməyə çalışdıq. Azərbaycan diplomatik yolla bütün məsələləri həll etməyə çalışdı. Dəfələrlə müxtəlif təşkilatlarda məsələlər qaldırıldı. Amma dünya buna sustu və 20-ci ildə Azərbaycan bütün beynəlxalq hüquq normalarına əsas götürərək öz torpaqlarının azadlığına qovuşmaq uğrunda böyük bir hərəkata başladı və bu hərəkat nəticəsində təkcə insanlar geri qayıtmadı. Mədəni abidələrimiz bərpa olundu. Artıq bizim Gövhərağa dağıdılmış Gövhərağa məscidi, həm yuxarı Gövhərağa məscidi, həm aşağı Gövhərağa məscidi bərpa olundu. Biz təkcə məscidlərimizi bərpa etmədik. Biz orada olan, digər dinlərə mənsub olan abidələri də bərpa edirik. Orada bilirsiniz ki, Şuşa şəhərində kilsə var, onun da bərpası bu dəqiqə gedir. Biz təkcə orada belə deyək, təkcə məscidlərimiz dağıdılmadı, təkcə kitabxanalarımız dağıdılmadı, təkcə mədəniyyət evləri dağıdılmadı. Dünyada yəqin yeganə xalqlardanıq ki, olan büstlərimiz güllələndi. Məşhur güllələnmiş büstlər var. Üzeyrin, Bülbülün, Natavanın və həmin güllələnmiş büstlər uzun illər Bakı şəhərində İncəsənət Muzeyinin həyatında saxlanıldı. Açığı hər dəfə ora gedən zaman düşünürdüm ki, görən nə vaxtsa o qayıdacaqmı? Amma bizim hamımızın inamımız və güvənimiz var idi ki, Azərbaycan tarixi ədaləti bərpa edəcək. Bugün həmin büstlər öz tarixi yerlərindədir. Bugün həmin büstlər Şuşanın mərkəzindədir. Biz təkcə Şuşada deyil, biz təkcə Xankəndidə deyil, işğaldan azad olmuş bütün ərazilərdə öz hüququmuzu bərpa edirik. Bəlli olduğu kimi Ağdam şəhərində məscidimiz bərpa olunur, Zəngilanda və məşhur tarixi kompleks hesab olunan imarət bugün bərpa olunur. Və bütün bunların hamısının əsasında 3 böyük amil dayanır. Böyük lider, Müzəffər Ali Başkomandan, Azərbaycan xalqının milli birliyi və bizim əskərlərimizin qəhrəmanı, hansılar ki, o torpaqları azad etdilər. Fürsətdən istifadə edib bütün əskərlərimizə, şəhid olanlarımıza Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı deyirəm. Əslində bu mövzunu dediyim kimi çox davam etmək olar. O hər bir abidənin bərpası ayrıca bir elmi seminarın mövzusudur. Amma bizim təmsil etdiyimiz şəhərin böyük nümayəndəsi Nizami Gəncəvi necə deyirdi? Sözün də su kimi lətafəti var. Hər sözü az desən daha xoş olar. Ona görə burada mən də öz çıxışımı dayandırıram. Əgər sonra suallar, müzakirələr olsa məmnuniyyətlə qoşularam. Bir daha Gülnarə xanım sizə təşəkkür edirəm. Bizə qoşulan, Türkiyədən qoşulan bizim görkəmli nümayəndələrimizə, elm nümayəndələrimizə təşəkkür bildirirəm. Qarabağ Universitetindən bildiyim kimi qoşulmalıdır. Mən qoşulub ya yox, çox böyük təşəkkürümü bildirirəm. Sizin təşkilatda çalışan, bu tədbirdə iştirak edən əməkdaşlara təşəkkürümü bildirirəm ki, çünki biz belə tədbirləri keçirməliyik ki, tariximiz unudulmasın. Tarix unudulmayınca o təkrarlanmayacaqdır. Bugün isə Qarabağ Azərbaycandır və nida işarəsi və bundan sonra da hər zaman o torpaqlarda istər həyat necə ki canlanıbdır, mədəniyyətimiz də inkişaf edəcək. Diqqətinizə görə təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm Pərvin xanım. Çox sağ olun. Hocam sesiniz kapalı. Şimdi sesim geliyor mu? Şimdi geliyor. Gelir hocam, gelir evet. Özellikle böyle bir programı hazırladığınız için başta Gülnare Hanım olmak üzere diğer emektaşlarına hepsine ayrı ayrı teşekkür ediyorum. Benden önce çıkış yapan yoldaşların da hamısına teşekkür ediyorum.
E, tabii ben aslında bu medeni irsin bugüne yansıması baharesinde danışmak isterken kafamda şey vardı. Nizami Gencevi, Mevlana ve Ali Şir Nevai üzerinden hukukla ilgili yani insan hakları ile ilgili, adaletle ilgili şeyleri söylemek istiyordum. Fakat ben onları yetiştiremedim. İnşallah onu başka ayrı zamanda gene danışırız inşallah burada. Ama ben Mevlana'nın daki Mesnevi'deki Hazreti Musa hikayelerini gene bugünkü e, gençliğimize hatta yöneticilerimize hatırlatılması gereken mesajları var. Gene bu medeni irsimizin bugüne yansıması bakımından bu hikayeler de çok önem arz ediyor diye düşündüğümden bunları sizlerle paylaşmak istiyorum. Siz bilirəm ki, İstanbulda bizim bu seminarlarımızı yayınlamamızda sizə biz təşəkkür edirik hocam. Evet, çok sağ olun. İstanbul'dan bütün herkese selamlar gönderiyorum. Ben tabii 5 dakika içerisinde konuyu toparlamaya çalışacağım. Şimdi bir millet neden topraklarını kurtarmak ister ya da niye kültür varlıkları kurtarıldı diye sevinir. Biz şimdi bu durumdayız. Yani kültür varlıklarımız kurtarıldı, topraklarımız kurtarıldı. Demek ki işgal altındaydık. Demek ki birileri sahip olmadığı, ait olmadığı yeri işgal etmişti ve oralarda hem insanlara soykırım uyguluyordu hem az önce Pervin Hanım da değindi. Oradaki kültür varlıklarımıza da soykırım uyguladı. Soykırım sadece insanlara değil, ekolojik çevreye, kültürel varlıklara yapılan şeyler de bir soykırımdı. Çünkü oradaki Türk izini yok etmek üzere planlar var. Genetik yapılarında Ermenilerin bu var. Şimdi ben e, bugün 10 Nisan olduğu için özel bir şeyden bahsetmek istiyorum. Yine Ermenilerin sebep olduğu. 10 Nisan 1919'a izninizle bir gitmek istiyorum. Boğazyan Kaymakamı bugün öldürüldü, bugün şehit edildi. Sebebi neydi? Boğaziyen Kaymakamımız Türk milli şehitlerinden ilkidir. Ben izninizle bir Boğaziyen'in yerini göstermek istiyorum. Belki Azerbaycanlı kardeşlerimiz yerini tam bilmeyebilirler. E, Bana bir paylaşım izni verir misiniz Günler Hanım? Bir harita göstereceğim, yerini Buyurun. görmeniz lazım. Xəyal göstər. Bizim Tamam. organizatorumuz xəyal olur. Xəyal icazə ver. Verdi, şu anda geldi. Şu an görüyor musunuz haritayı? Hı -hı. Haritayı görebiliyor musunuz? Görünür, görünür hocam, Tamam. evet. Şimdi Boğazcan Yozgat'ın bir ilçesidir. Bakın hemen yanında Kayseri var, Nevşehir var, Kırşehir var. Bu Sivas. Yozgat'a bağlı bir ilçe. Burada bir kaymakam var. Şimdi ilahlar kurban istediği zaman ben tekrar dönüyorum. Paylaşımı kapattım. Şuradan da böyle geçelim. İlahlar kurban istedi. 1918 yılında Mondros Mütarekesi'yle işgal edilince ülkemiz dediler ki siz 1915 yılında Ermenileri tehcir ettiniz. Orada ölenler var. Orada yaralananlar var. Bunların sorumlularını bulunuz. Osmanlı hükümeti de maalesef bir sorumlu buldu. Kim? Boğazlayan kaymakamı Mehmet Kemal Bey. Sen sorumlusun dediler. Şimdi adam diyor ki kardeşim ben memurum. Bana verdiğiniz emirleri uyguladım. Ben orada o tehcire giden insanların yaşasını sağladım. Sağlıkla gitmelerine sebep oldum. Ben herhangi bir şey görmedim. Ölen de görmedim, öldürülen de görmedim. Ama yaşlılıktan, hastalıktan ölen bir sürü insanlar var. O tarihte veba var. O tarihte sıtmadan ölen bir sürü insan var. Türk askeri de ölüyor. Ama buna rağmen sırf batılı emperyalist ülkeleri memnun etmek adına bu rahmetliyi öldürmeye karar veriyor bizim o zamanki hükümetimiz. Şahit buluyorlar. Şahitlerden bir tanesi Varvaryan diye bir Ermeni. 19 tane Ermeni şahit buluyorlar. Bu Ermenilerden bir tanesi diyor ki ben diyor teşhis esnasında kafama baltayla vurdular ama tesadüfen ölmedim diyor. Bakın diyor kafamda da yara var diyor.
Şimdi o yarayı inceliyorlar. Yara yeni oluşan bir yara. 4 sene öncenin yarası değil ve balta yarası değil. Bir şekilde kafasında bir yara var. Diyor ki ben şikayetçiyim. Bu Mehmet Kemal Bey'in de bulunduğu insanlar bizi tehdit ederken biz soykırıma uğradık. İddiaları bu. Ve maalesef 10 Nisan günü 1919 tarihinde meydanda asılıyor rahmetli. Bugün şimdi benim arkadaşlarım da orada, aslında ben de oraya gidecektim. Kuşdili mezarlığında şehidimiz orada yatıyor. Sizlere söz verdiğim için burada bulundum. Şimdi Ermenilerin böyle yalanları var. Bakın, Nemesis operasyonu adı altında intikam birliği kurmuşlar. Hemen ardından Talat Paşa'yı, Cemal Paşa'yı, Enver Paşa'yı şehit ediyorlar. Hemen ondan öncesi Anadolu'da 1919 yılı Anadolu'da yapılan Ermenilerin soykırımı. Yani Van'a gidin bakın, Iğdır'a gidin bakın. Iğdır'da işte bulundu. Serdar Bey de biliyor olayı, içinde olan arkadaşlarımızdan. Toplu mezarlar bulduk biz orada. Ermenilerin öldürüp de toplu olarak gömdükleri mezarlıklar var. Şimdi Ermeniler insanlara yaptıkları bunlar. Peki kültür varlıklarımıza ne yaptılar? Kültür varlıklarımızı gayet basit. Yine demin ben Pervin Hanım'dan dinledim. Natavan mesela şairimizin kurşunlanıyor. Vakif'in mekberesi e, mezbelelik haline döndürülüyor. Oradaki mescitlerimiz, camilerimiz, kutsal yerlerimizin tümü yok ediliyor. Yani Ermeniler bir yandan onları yok ederken bir yandan da bizim oradaki o kültür varlıklarımıza sahip çıkmaya çalışıyorlar. Bizim milli musikimize, milli mutfağımıza, yemeklerimize sahip çıkmaya çalışıyorlar. Sarı gelin bizimdir diyor. Öbür taraftan başka müzik bizimdir diyor. Yani inanılır gibi değil. Bu insanlar zaten kökleri olmayan, tarihlerinde böyle hep sağdan soldan çaldıkları şeylerle kendilerine bir tarih yavratan bir millet. Ve aynı şeyleri de devam ediyor. Bakın bugün demin hocam söyledi. Evet, kurtarıldı işgalden çoğu yerlerimiz, ama çok rahat olmamak lazım. Bunlar her platformda Azerbaycan'ı ve Türkiye'yi zor duruma sokmak için ve Türkiye'den ve Azerbaycan'dan istedikleri o şeyleri koparmak için var güçleriyle çalışıyorlar. Var güçleriyle hala peşindeler. İşin soykırımı tanıtmaya çalışıyorlar. Hadi buyurun, birkaç gün önce Yusuf Halaçoğlu hocamı dinledim. E, Ya açtık diyor. Yani biz kütüphaneleri açtık, belgeleri açtık, arşivleri açtık. Gelin bakalım, nerede sizin bu dediğiniz, bu gösterdiğiniz soykırımları beraber inceleyelim. Yok diyorlar, buna gerek yok. Çünkü bütün dünya milletleri böyle kabul etti. Siz önce bunu bir kabul edin. Bu soykırımın varlığını kabul edin. Sonra sonrası gelecek. Sonra biz tazminat isteyeceğiz. Sonra şey isteyeceğiz. Ama maalesef ki bu noktada bir takım kazanımlar da elde ettiler. Yani İstanbul'da falan çeşitli yerlerde Ermeni vakıfları o 1915 yılındaki iddia ettikleri hanları, hamamları birçoğunu şu anda aldılar ve şu anda onların sahibi durumundalar. Ama bugün benim rahmetli ninem İrevan'dan gelmedir. Gök Mescid'in yanında evleri olduğu söyleniyordu. Küçükken bize öyle anlatıyordu. Evimiz oradaydı. O da hatırlamıyor. Peki İrevan'da bir tane Türk var mı? Yok. İrevan'da bizim evi olanlar ne oldu? 1988 yılında sürgün ettiğiniz Türklerin evleri, oradaki varlıkları ne oldu? İşgal etmişsiniz. Yani onları neden vermiyorsunuz? Hadi onları da verin de biz de anlayalım. Diyelim ki bu Ermeniler ne kadar medeni insan. Ya da Ermenilerin bu tezlerine destek veren Batılıları biz görmek istiyoruz. Yani siz Ermenilerin eski mal varlıklarından söz ederken, ama işgal ettiğiniz, evinden kovduğunuz, sürgün ettiğiniz Türklere ait mal varlıklarından hiç söz etmiyorsunuz. Bu tamamen çift taraflı, ön yargılı ve yandaş bir tutumdur. Buradan o tür insanları kınıyoruz, ama biz Türk milleti olarak kendimize güveniyoruz. Biz diyoruz ki kardeşim, bu dünyayı beraber paylaşabiliriz. Bu dünyada Ermeniye de yeri var, Türkiye de yeri var, başka milletlere de yeri var. Irkçılığa da gerek yok. Ama sen benim ırkımı yok sayarken
kendi ırkını gözümün içine soka soka gösterirsen ben o zaman hop derim kardeşim. Burada bu dünyada bir Türkler vardı. Devlet kurmuş, devlet yıkmış ve yeni medeniyetler getirmiş bir Türk ırkından söz ediyoruz. Sen bana olmayan ırkını söyleme. Gel beraber paylaşalım ve rahat yaşamanın yollarını bulalım. Sen Türkiye'den gelen bir çikolatayı e, nereden alıyorsun? Ta Gürcistan üzerinden, Rusya üzerinden ithal ederek alıyorsun. Ama benim Alican sınır kapısına kapıyı açtığın zaman oradan daha ucuza alacağın bir şeyi dolaylı olarak daha pahalıya alıyorsun. Niyetin beraber yaşamaksa, niyetin rahat yaşamaksa, niyetin barış içinde yaşamaksa Türkler zaten buna hazır. Ama niyetin kalleşlikse, niyetin kötü ise bakın sonunda demir yumruğu kafanıza yediniz oturdunuz yerinize. Yine oturun yerinize diyoruz. Ben İstanbul'dan bütün dinleyicilerimize selamlarımı gönderiyorum. Hazırlıklı olmak gerektiğini düşünüyorum. Saygılar sunuyorum. Bu programı teşkil ettiğiniz için de sizlere teşekkür ederim. Kolay gelsin diyorum. Sağ olun, mən sizə təşəkkür edirəm. Sağ olun. Əlbəttə ki, bizim üçün ən önəmli dəmir yumruq altında ermənilər öz yerlərini tapdılar. Və bizim bugünkü gündə başqa bir qonağımızdır, Əzzağa Nəcəfzadə, Qarabağ Universitetinin Filologiya kafedrasının müdürüdür. Və demək olar ki, əvvəllər də bizimlə çiyin-çiyinə Əlyazmalar İnstitutunda işləyərkən belə Nizaminin təbliğində bizim çox ziyalı fikirlərini bölüşdürmüşdür. Əzzağa müəllimdən sonra Pərvin xanıma bir dənə sualımız da olacaqdı. Pərvin xanım buradadır. Əzəğa müəllim buyurun. Salam, hər birinizi işğaldan azad olunmuş Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Müzəffər ordumuzun sayəsində təşkil olunmuş, yenidən qurulmuş Qarabağ Universitetindən salamlayıram, Xankəndidən salamlayıram. Bu elmi seminarımızın, konferansımızın deyərdim ki, elə adından da göründüyü kimi bizim məqsədimiz məhz işğaldan azad olunmuş bölgələrdə yenidən mədəniyyətimizin necə bərpa olunmasını müzakirə etməkdir. Çünki mövzumuz işğaldan azad olunmuş mədəni irsimizdir. Əslində təhsil də bir mədəniyyətin mühüm parçasıdır. Çünki təhsil olmadan mədəniyyətin digər heç bir sahəsi inkişaf edə bilməz. Bu baxımdan təhsilimizin bərpası da elə mədəni irsimizin bərpası sayıla bilər. Mən ona görə çıxışımı məhz Qarabağ Universitetinin yenidən öz fəaliyyətini bərpası istiqamətində edəcəm. Buna qədər demək istəyirəm ki, biz Bakıdan Xankəndiyə gələndə Ağdamdan keçirik. Ağdamdan sonra gəlirik Əsgəran, Əsgərandan sonra Xocalı, Xocalıdan sonra isə Xankəndiyə gəlirik. Bu ərazilərdən keçəndə erməni vandalizminin canlı şahidi olur. Yəni Ağdam şəhəri, Ağdam rayonu hazırda demək olar ki, yoxdur. Ona görə də haqlı olaraq onu Qafqazın Xirasimisi adlandırırlar. Yəni görsəz Ağdam şəhərini ki, necə evləri daş-daş, yəni bir-bir söküblər və ancaq bəlkə bəzi evlərin özülləri qalıb. Yəni bu onu göstərir ki, ermənilər bu torpaqları sadəcə işğal ediblər, burada yaşamaq fikirləri olmayıb, ancaq talama bizim milli irsimizə sahib çıxmaq məsələsini önəm veriblər və məndən qabaq çıxış edən Metin Hocamın da söylədiyi kimi məqsədləri bizim milli irsimizi məhv etmək və gələcəkdə burada yeni binalar tikib, bura bizimdir demək arzularlı. Bir müddət öncə, yəni fevral ayında, 26 fevralın biz Xocalı şəhərində olduq. Xocalıda fəaliyyət göstərən, artıq işğaldan azad olunmuş bölgədə fəaliyyət göstərən məktəbdə Qarabağ Universitetinin tələbələri bir tədbir təşkil elədilər. Bax, orada Xocalı sakinləri danışdılar ki, bizim əksəriyyətimiz vəfat edən sakinlərimizi öz həyətimizdə dəfn etdik ki, qayıdandan sonra heç olmasa məzarlarımıza sahib çıxa bilər. Onlar o qədər azğın millətdir ki, təsəvvür edin ki, Xocalı şəhərinin Azərbaycanlılar yaşayan bölgəsini tamamilə məhv ediblər və üzərindən asfalt yol çəkiblər ki, gələcəkdə yəni belə bir hadisənin olmasını deməli, sübut edə bilmək. Amma Qarabağ Universitetində bugün bilirsiniz, artıq arxeoloji laboratoriya yaradılıb
həmin o mərkəzin nümayəndələri qazıntı işlərlə məşğuldurlar. Dövlət səviyyəsində bu məsələlər təşkil olunub. Qazıntılar nəticəsində təkcə Xocalıda deyil, ümumiyyətlə Qarabağda, yəni işğaldan azad olunmuş bölgələrdə deməli, Azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların, yəni soyqırımların faktiki nümunələri aşkarlanır. Bilirsiniz ki, indi artıq bu Xocalıda artıq Əsgəranda və s. yerdə şəhidlər məzarlıqları yenidən yaranır. Qarabağda fəaliyyət göstərən universitet 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılır. Və bu universitet deməli Bakıda fəaliyyət göstərən, o zaman Vladimir İliç Leninin adını daşıyan pedaqoji, Azərbaycan pedaqoji Azərbaycan Pedaqoji İnstitutunun bir filialı kimi fəaliyyətə başladı. Bu filiala başlanması fəaliyyətə ermənilər tərəfindən çox pis qarşılandı. Onlar istəmirdilər ki, Bakıdakı bir universitetin məhz filialı Xankəndidə yaradılsın. Çünki Xankəndidə o zaman ermənilər daha kompakt yaşayırdı. Amma Ulu Öndərin əsas məqsədi ondan ibarət idi ki, Xankəndidə şəhərin mərkəzində Azərbaycan kontingentini artırsın. Və burada Azərbaycan Universitetinin yaradılması və Azərbaycan bölməsinin fəaliyyətə başlaması tələbələrin bura axışını, ziyalıların, alimlərin bura axışını təşkil elədi və mənim indi oturduğum binanın arxasında binalar var ki, bax orada Azərbaycanlı müəllimlər, tələbələr yaşayırdılar və burada bir Azərbaycan həyatı qaynamağa başladı. 69-cu ildən sonra 73-cü ildə artıq Heydər Əliyevin təşəbbüsü ilə bu universitetə müstəqil bir status verildi və o zaman Xankəndi Pedaqoji İnstitutu yaradılmış oldu və həmin institut müstəqil deyək ki, müəssisə kimi fəaliyyət göstərirdi. O zaman məni hətta dərs edilmiş Bakı Dövlət Universitetində dərsləyən Nəcəf Nazim professor buranın Azərbaycan bölməsinin rəhbəri idi. Və ondan hətta bu ermənilərdən olan rektor belə çəkinirdi. Ona görə də burada Azərbaycan dili, ədəbiyyat müəllimliyi, tarix müəllimliyi, yəni sırf milli fakültələr fəaliyyət göstərirdi ki, orada milli ruhlu gənclər formalaşır. Və 1988-ci ilə qədər bu hadisələr burada çox rahat cərəyan elədi. Ermənilər sanki öz qınlarını çəkilir, mənfi planlarını hazırlayırdı. 88-ci ildə həmin o məhsul hərəkatı, yəni Xankəndinin o dövrdə Dağlıq Qarabağ adlandırılan Muxtar vilayətin Ermənistana birləşdirilməsi ilə bağlı hərəkat məhz bu universitetdən başladı. Azərbaycanlılara qarşı ittihamlar, Azərbaycanlılara qarşı təhqirlər, hətta söyləyirlər ki, Azərbaycanlıların birbaşa onları dairəyə alıb üzünə tüpürmək kimi mənfur hərəkətlər edirdilər. Bizim müəllimlərin, yəni Azərbaycan ziyalıların sayəsində Azərbaycan tələbələri buradan çıxarıldı və 1988-ci ildə Qarabağın Xankəndi şəhərində Azərbaycan deyək ki, məktəb ənənəsi, ali məktəb ənənəsi bir müddət öz fəaliyyətini dayandırmış oldu. Həmin universitet Azərbaycanın ilk qaçqın universiteti kimi fəaliyyət göstərdi. Əvvəlcə Şuşada, sonra Ağcabədi şəhərində, hətta bir müddət Gəncədə də fəaliyyət göstərir. Sonradan artıq universitetin tələbələrinin bölüşdürülməsi haqqında qərar çıxarılıb. O dövrdə Azərbaycanın deyək ki, düşüncəsiz rəhbərlərinin bu qərarı idi. Əslində bu universitet saxlanılmalı idi ki, sonradan bərpa olunsun. Amma o dövrdə sadəcə tələbələri universitetlər arasında bölüşdürməklə bu məsələni bir şəkildə həll edildilər. Amma Azərbaycanı uzaq görən siyasətçisi, rəhbərimiz, ölkə başçımız cənab İlham Əliyevin xüsusi sərəncamı ilə bilirsiniz ki, 23-cü ildə Xankəndi və digər bölgələr antiterror əməliyyatı nəticəsində düşmən tapdağının azad edildi. Azad ediləndən sonra ilk verilən qərar noyabr ayında, deməli 28 tarixində Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması haqqında sərəncam oldu. Və bundan sonra cənab İlham Əliyev 6 fevral 2024-cü il tarixində
Qarabağ Universitetinin nizamnaməsini təsdiqlədi və özünün sentyabr ayının 20-sində 2024-cü ildə Xankəndiyə gəlməsi ilə tələbə, müəllim heyəti ilə görüşməsindən sonra artıq universitet fəaliyyətə başladı. Hal-hazırda universitetdə 1154 tələbə təhsil alır. O 6 fakültə fəaliyyət göstərir, 27 ixtisas üzrə universitet təhsil verir. Yəni universitetin artıq güclü potensialı var, yəni alimlərdən ibarət potensialı ölkəmizin müxtəlif müəssisələrindən və eyni zamanda xaricdə yaşayan, təhsil alan azərbaycanlılardan təşkil olunmuş güclü deməli kadr potensialı burada formalaşdırılıb ki, gənclərimiz müasir qrupda təhsil ala bilsinlər. Mən universitetimizin əsas dəyərlərini sizə çatdırmaq istəyirəm. Bunlardan birincisi milli mənəvi dəyərlərə bağlılıq. Ondan sonra artıq tələbə mərkəzlikdir, sonra keyfiyyət əsaslı təhsildir, innovativlikdir, şəffaflıq və hesablıq, sosial məsuliyyət və inklüzivlik. Gördüyünüz kimi dəyərlərimizdən birincisi milli mənəvi dəyərlərə bağlılığın olmasıdır və hal-hazırda pedaqoji fakültənin nəzdində filologiya kafedrasının yaradılması və pedaqoji fakültənin nəzdində Azərbaycan dili ədəbiyyat müəllimliyi ixtisasının yaradılması, yəni ilk yaradılan fakültələr və ilk yaradılan ixtisasların içərisində, ilk yaradılan kafedraların içərisində bu adların olması ölkə prezidentimizin eyni zamanda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və həmçində universitetimizin rektoru cənab Şahin Bayramovun bizim deyək ki, milli mənəvi dəyərlərimizə nə dərəcədə önəm verməsini göstərir və biz milli mənəvi dəyərlərimizi artıq sahib çıxırıq və deyək ki, işğaldan azad olunmuş bölgələrimizdə milli sərvətlərimizi bərpa edirik və artıq sübut edirik ki, buranın əsl sakinləri Azərbaycan türkləri. Təşəkkür edirəm. Biz sizə təşəkkür edirik Azəğan müəllim. Həmişə bizə o ziyalı sözlərinizi, məsləhətdir və eyni ilə bilgilərinizi bizə paylaşdınız. Biz və həmşəralarım yəqin ki, onlar da razıdırlar. Allah sizdən razı olsun ki, bugünkü gündə də Qarabağın havasını oda-oda. Düzdür, bizim məsələn, bugünkü gündə müttəhəm kursunda bizim xalqımıza, millətimizə o qədər zülm edənin bir hissəsi müttəhəm kursunda cavab verir. Bu bizim üçün bugünkü gündə dəmir yumruq altında çox gözəldir. Buna görə mən sizə təşəkkür edirəm. Bir də Pərvin xanıma bizim sual verdilər ki, keçmişdə bizim əvvəlcədən də Pərvin xanım buradasınızmı? Demək olar ki, Gəncədən də böyük bir ziyalarımız olubdu və həmişə də Qarabağ ərazisində onların bir xeyriyyəçi üzvləri kimi olublar. Pərvin xanım, bu haqqında siz nə məlumat Pərvin xanımdan istədilər? Ya Əzəğan müəllim, siz mi bilirsiniz? Pərvin xanım bilir. Gəncə ziyalıları olublar, hansı ki, ta 20-ci ilə qədər və xalq mənafeyini qoruyan şəxslər olub. Onlar haqqında nə məlumat verə bilərsiniz? Əslində siz tam mənim özümün də elmi araşdırmalarım olan bir mövzuya toxundunuz. Çünki söhbət əlbəttə ki, burada 1906-cı ildə əsas mərkəzi Gəncə və Qarabağ olan Difai Partiyasından, onun üzvlərindən, ermənilərə qarşı mübarizəsindən, onların xeyriyyəçilik addımlarından gedir əlbəttə ki. Amma ilk öncə bu mövzudan bir-iki cümlə deməmiş, mən Əzəğan müəllimə təşəkkürümü bildirirəm. Çünki həqiqətən Qarabağdan, Xankəndindən, Qarabağ Universitetindən bu fikirləri eşitmək çox insanı həm duyğulandırır, həm fərəhləndirir. Çünki bizi bəlkə də biz Şuşanın azad olunmasını ən azı arzuluyurduq, ümid edirdik, güvənirdik. Amma belə tezliklə Xankəndinə qayıtmağımızı və Xankəndidə artıq universitetin fəaliyyətə başlanması bu mümkünsüz bir bizim üçün bəlkə də anlamı idi. İnanmımız, güvənimiz var idi. Amma belə tez bir müddətdə olmasını, ona görə bir daha Cənab Ali Baş Komandana bilirsiniz, xalqın sonsuz güvəninin nəticəsi, Ali Baş Komandanın doğrudan da o həm diplomatik aləmdə, həm Ali Baş Komandan kimi fəaliyyətin nəticəsində biz bugün artıq Qarabağ Universitetindən danışırıq. Biz Xankəndidə Qarabağ Universitetinin tələbələrinin Novruz tonqalı ətrafında dövrə vurmasından danışırıq. Biz dünən və ondan bir gün öncə Qarabağ Universitetindən, Xankəndidən, AD Universitetinin təşkilatçılığı ilə keçirilən konferansdan
dünyaya verilən mesajlardan danışırıq. Doğrudan da qürur vericidir. Ona görə mən Əziz ağa müəllimə belə universitet haqqında məhz bu mövzudan biz danışarkən Qarabağ Universitetindən haqqında danışmasına görə çox təşəkkürümü bildirirəm. Sonra Türk qonaqlarınız danışdı. Onlara da təşəkkürümü bildirirəm. Çünki biz 20-ci ildə bir daha bir millət, iki dövlət olduğumuzun şahidi olduq. Çünki Türkiyə bizə həm siyasi, həm mənəvi dəstəyini göstərdi. Və Türkiyə hər zaman, necə ki Azərbaycan, Türkiyədə hər zaman Azərbaycanın yanında olubdu. Siz danışdınız, mən bayaq deyəndə ki, soyqırımlar törədildi. Dedim ki, Azərbaycan əlbəttə ki, sakit durmadı və o dövrdə Azərbaycanın ilk milli partiyaları yaradıldı. Qeyrət, difai və müdafiə partiyaları, hansılar ki, məhz adından göründüyü kimi erməni soyqırımlarına qarşı yaradılmışdı. Difai partiyasının əsas özəyi məhz Gəncə, Bakıdan yaradılsa da, əsas özəyi məhz Gəncə və Qarabağ idi və məhz oradan Gəncənin o düşünən beyinləri, Ələkbər bəy Rəfibəyli, Molla Məhəmməd Piştəmazzadə və digərləri hansıların ki, bu dəqiqə adlarını biz çəksə, Bala Məşədi və s. bütün bunlar Qarabağda yaşayan əhalilərə ermənilərdən qorunmağa hər zaman dəstək oldular. Çünki dediyim kimi o dövrdə ermənilər heç çoxluq təşkil etmirdi, amma öz təxribatçı əməllərindən əl çəkmirdilər. Ona görə o dövrdə hətta difainin maraqlı bir təklifini sizə deyim. Qarabağ Məclisinin proqramı var idi. O proqramda bir bənd var idi. O bənddə yazılmışdı ki, Azərbaycanlı xeyriyyətçilər, Azərbaycanın o imkanlı belə deyək də sahibkarları, şəxsləri Şuşadan ta Xocalıya qədər ayrı-ayrı bir neçə cəmi erməni mülkü var idi. Onların satın alınaraq ermənilərin buradan köçməsini sağlamaq idi. Yəni bunun özü olduqca düşünülmüş bir addım idi. Dediyim kimi o dövrdə Qarabağda o qədər də erməni yox idi. İstər Qarabağda olan təhsilə, istər Qarabağda mədəniyyətin inkişafına hər zaman bütün Azərbaycandan olduğu kimi Gəncədən də çox böyük dəstək olub. Bəlli olduğu kimi Qarabağdan olan insanlar Gəncədə olan məktəblərdə təhsil alıb, Gəncədən olanlar Qarabağda təhsil alıb və biz sahada baxırsınız, başa düşürəm ki, zamanımız bitir. Amma dediyim kimi, yəni bütün bunlar həmişə Gəncə, Qarabağ, bütöv Azərbaycan həmişə birlikdə olubdu və biz fəaliyyətimizin əsas mərkəzində hər zaman üç rəngli bayrağımızın ucalarda dalğalanması olub. Əminəm bundan sonra da olacaqdır. Nizami yurduda hər zaman dövlətinin, dövlətçiliyinin yanında olub, hər zaman bütün tarixi proseslərin önündə olubdu və mən əminəm ki, bundan sonra da Nizami yurdunun sizin təşkil etdiyiniz bu tədbirdə söylənilən bütün fikirlər də gələcəyə yönəlmiş fikirlər çox oldu. Bütün bunlar hamısı həyata keçəcək. Bir cümləni deyim. Bayaq mən tədbir başlayanda görməmişdim. Bizim tədbirə sən demə Nardarandan, Abedağdan, Keşikçi dağdan, Pirxanagahdan qoşulanlar var. Onlara da kim burada hələ də qalıbsa çox da böyük təşəkkürümü bildirirəm. Çünki nəticədə biz hamımız Azərbaycanlıyıq və Azərbaycanlı olaraq fərqi yoxdur harda yaşamağımızdan, Azərbaycanlı olmağımızla, Türk olmağımızdan qürur duyuruq. Çünki biz qəhrəman xalqıq, qəhrəman xalqın öz milləti ilə öyünməsinə hər zaman səbəbləri vardı. Diqqətinizə görə sağ olun. Sağ olun Pərvin xanım, çox sağ olun. Allah razı olsun. Əlavə eləmək olarmı? Xırda. Bəli, buyurun Əziz ağa müəllim, Bu buyurun. yaxınlarda mən bir əlyazma üzərində işləyirdim. Qarabağ ədəbi mühitinin görkəmli nümayəndəsi, Məclisi Üns Ədəbi Məclisinin demək olar ki, ilk yaradıcısı, sonra bilirsiniz Qurşubanın atalan rəhbərlik edib, Mirzə Rəhim Fəna. Mirzə Rəhim Fənanın bir əsəri var, 1905-ci il hadisələri. Əsər 3 hissədən ibarət olub. Hal-hazırda birinci və üçüncü hissəsi əlimizdə yoxdur, ancaq ikinci hissəsi əlimizdə var. Həmin əsərdə maraqlı bir faktı göstərir ki, Pərvin xanım çox doğru qeyd elədi. O dövrdə Azərbaycan ərazisində ermənilərin yaşaması o qədər də say çoxluğu təşkil eləmirdi. 1905-ci il hadisələr baş verəndə ermənilər ixtişaş nəticəsində Azərbaycanlılara müharibəyə qalxandan sonra, baxmayaraq ki, ermənilər silahlandırılırdı, Azərbaycanlılardan silahlar yığılırdı. Müharibə prosesində onların məğlub olduğunu gördükdə Çar Rusiyası belə qərara gəlir ki, sülh müqaviləsi imzalasın. Sülh müqaviləsi imzalanandan sonra Azərbaycanlılar əvvəlki kimi davranacaqlarını düşünürlər və buradan deməli Şuşa ərazisindən Əsgəran qalasına tərəf deməli Mehdiqulu xanın ilxısı gələndə ilxı oğurlanır. Hətta o dövrdə bu ərazidə, Əsgəran ərazisində Çar Rusiyasının valisi olan pristav belə qərar verir ki, ermənilərə ki, bacardığı qədər mən vaxt verəcəm sizə, araşdırmanı aparmayacam. İlxını paylaşdırın ki, bir yerdə görməsin.
Bax bu cür nə bizim atlarımızı yoxa çıxarırlar. Yaxud da Əsgərandan keçib gələndə Azərbaycan bəyləri onlar tək halda olduqları zaman pusuya salınırdı, öldürülürdü və öldürülən zaman maraqlı faktlar qeyd olunub. Təqribən 3 nəfər haqqında deməli tarixi xronikanı qeyd edir. Hər birinin daxili içalatı sökülürdü və qaraciyəri çıxarılırdı. Bu faktı bəlkə də araşdırmaq lazımdır. Bəlkə Türkiyə ərazisində də ermənilərin törətdikləri bu qırğınlar zamanı belə şeylər bu. 3 nəfər bəyin qaraciyərləri çıxardırdı. Yəni ciyərini sökmə ifadəsi ermənilərin bax bu cür törətdikləri yəqin ki, hadisə ilə bağlıdır. Ölüləri deməli saxlanırdı, elə orada atılırdı, amma ciyərlərini çıxarıb özləri ilə aparırdılar. Hətta bəzən hallarda isə bilirsiniz ki, Xocalıda törədilmiş hadisələr zamanı başın üst hissəsindən deməli söküb götürürlər dərini. Bunlar isə insanların, kişilərin üzlərini kəsirlər, üz dərisini çıxardıblar ki, o öldürülənin kim olduğu bilinməsin. Bax, bu cür faciələri hələ onlar 1905-6-cı illərdə törədiblər və Mövsüm Nəvvabının deməli yazdığı 1905-6 Erməni-Müsəlman davası kitabında da belə faktlar var və Mirzə Rəhim Fənanın da hələ indi tədqiqata cəlb elədiyimiz əsərində də belə faktlar var. Bu erməniləri vəhşiliklərini göstərir. Nə zaman ki, Azərbaycan türkləri tək halda olurdularsa, leş yiyən qarğalar kimi onun üstünə düşürdülər və bu cür tək bir nəfərə qarşı yüzlərlə bir adam dava edib onları məhv edirdilər. Bu faktlar xronikalarda da qeydə alınır. Təşəkkür. Bir dakikayla. Olur hocam. Ben size Ee, teşekkür ederim ve Serdar hocama da Vayne ile sorumuz olacaktı. O siz buyurun ondan sonra onu diyeceğim. Teşekkür ederim. Şimdi yine ayın 8'i itibariyle Ağdaban'da Ermenilerin yapmış olduğu bir soykırım var. Bu vesileyle orada şehit edilen kardeşlerimize de Allah'tan rahmet diliyorum. Bakın Şubat 1992'de Hocalı'da bir soykırım yapılıyor. Nisan'a geldiğimizde, Nisan 8'inde de Ağdaban köyünde yaklaşık 32 tane insanın cesedi, diğer 700 kişilik falan da ortada yok. Sonra demin Ezra hocamın dediği gibi Türkiye'de yapılan işler de aynı. Ben zaman zaman hep bunu söylerim. Diyorum ki Ermeniler herhalde böyle 200 yıl yaşıyor. Bu önce Anadolu'da yaptı, sonra geçti Hocalı'da yaptı, sonra geçti tekrar bu tarafta yaptı. Yani bunlar hiç ölmüyor. Yaptıkları işler, düzelttikleri işler hep aynı. Sesim geliyor mu bilmiyorum. Görüntü bozuldu şu anda ben. Gelir hocam gelir mi? Evet Görüntü gelir hocam. bozuldu. Kocaeli Üniversitesi'nde bir konferans veriyordum Hocalı ile ilgili. Orada Hocalı'da yapılanları anlatırken bittikten sonra bir bayan öğretmen geldi yanıma. Dedi ki hocam ben Malatyalıyım. Bu dediklerinizi birebir Malatya'da dedem bana anlattı. Malatya'da dedemin yaşadığını dedi bana anlattınız şeklinde. Yani Ermenilerin Karabağ'da yaptıklarıyla, Şuşa'da yaptıklarıyla, Hocalı'da yaptıklarıyla, Malatya'da, Kars'ta, Iğdır'da ya da diğer yerlerde yaptıkları aynı şeylerdir. Genetik yapıları böyle, ben genetik yapılarına bağlıyorum. Bir insan bu kadar aynı şeyi yapmış olamaz. Yani kadının karnının yarılması, hocamın demin dediği gibi ciğerlerin çıkarması, Hocalı'daki öldürülen çocukların gözleri çıkarmıştı. Teşekkür ediyorum. Bunu hatırlatmak istedim. Ağdaban şehitlerini de saygıyla anmak istedim. Buyurun. Şəhidlərimizə Allah rəhmət eləsin hocam. Ben Serdar hocamla da bugün isterdim ki onun güzel bir araştırması var. Xocalı'nın bizim soykırım, bizim insanlara qətl elədikləri ermənilərin belə bir kitab da yazmış. Bu kitabda son bir kəlmə istəyərdim ki, vaxtımız azdır. Serdar hocam onu desin ki, yəni bu araşdırmada onun son sözlərində nə oldu? Bir kitab da yazmışdı Serdar hocam. Xocalının ermənilərin etdikləri qətllər haqqında. Onun kitabı da çıxmış, onu bildiyim qədər. Serdar hocam, baxıram o sitdə yoxdur. Serdar Evet. hocam buyurun. Evet, teşekkür ediyorum bu güzel program için. Şimdi Ermenilerin gerçek yüzünü biz yıllardır anlatıyoruz. Maalesef onların diasporaları güçlü olduğu için bizim iddialarımız yetersiz kalıyor. Bu konuda da çok iyi çalışmalar lazım. Bu şu anda bile Ermeniler rahat durmuyor. İşgalden kurtarılan topraklara her gün bir saldırı var. Ateşi kesip bozmak için ellerinden geleni yapıyorlar. Metin hocam da söyledi. Benim babaannem de İrevan'dan gelmiştir. 1920 yılında Ermenilerin İrevan'a saldırısı sırasında kocasıyla kaçarken
Kocası yolda öldürülüyor. Kendisi zar zor Aras Nehri'ni geçerek İran'a geçiyor. Oradan da Türkiye'ye geliyor. Yani dediği gibi babaannemin mahallesi İrava'nın Tepebaşı mahallesi Gövmekçi'de yakın yerde. Şimdi bir şunu da belirteyim ki Ermeniler İravan'da bütün Türk eserlerini yok etmiştir. Bir sadece Göy Mescit kalmıştır. Onu da İranlılar sahip çıkmıştır. İranlılar demiş ki bu camiye dokunmayın. Biz her şeyini sağlayacağız. Çünkü İranlar Ermenistan dosttur. Ve o Göy Mescid'in adını da değiştirerek Fars Camisi koymuşlardır. Oraya gittiğiniz zaman diyorlar ki burası Fars Camisi'dir. İçeriği İranlılar bakımını her şeyini üstlenmişler, masraflarını vermişler. Bir Göy Mescit dediğimiz cami ayakta kalmıştır. Tabii bu Yüreğim İrevan'da kaldı romanında Ermenilerin gerçek yüzünü anlattım. Ayrıca bir soykırım kitabım var. O kitapta da hem 1915-20 yıllar arasında Iğdır bölgesinde yapılan Ermeni soykırımına uğrayan ailelerin yakınlarının canlı şahitlerin ifadesi var. Ayrıca yine 1991'den itibaren 1988'den itibaren Karabağ'dan ve Ermenistan'dan göç etmek zorunda kalan tren vagonlarında, öğrenci yurtlarında, çadır kentte yaşayan Azerbaycan'daki Türk kardeşlerimizle birebir yaptığım, canlı şahitlerle yaptığım görüşmeleri o kitapta topladım. Adını da soykırım koyduk. Gerçekten de o kitapta anlatılanlar Ermenilerin gerçekten bir soykırımcı olduğunu ortaya koyuyor. Zaten Yüreğim İrevan'da kaldı romanında da Ermenilerin ne kadar katliamcı, ne kadar vahşi bir insan olduğunu ortaya koymuşuz. Metin hocamın da yazdığı 2 tane kitabı var. O kitapta da yine bu bölgede yapılan Ermeni vahşetini bir roman tadında anlatılıyor. Tabii biz yetersiz kalıyoruz. Bugün Türkiye'ye baktığımız zaman Ermeni soykırımını anlatan 50 tane kitap varsa Ermeniler hiçbir zaman soykırıma uğramadıkları halde yalanlarla dolu en az 1000'den fazla hayali yazmış oldukları romanları, belgeleri vardır. Buna karşı da Türkiye-Azerbaycan diasporası işbirliği içerisinde çalışmalı, öyle eserler vermelidirler. Bugün Türkiye'de Hocalı faciasını %20 insan biliyor, diğerleri bilmiyor. Belki Azerbaycan'da da Hocalı'yı faciasını, soykırımını bilmeyen yeni yetişen gençler var. Bu konuda da dediğim gibi diasporalar çok iyi çalışmalı. Özellikle yeni yetişen nesile Ermenilerin gerçek yüzünü anlatmalıdır. Teşekkür ediyorum. Mən sizə təşəkkür edirəm hocam. Ali hocama da ben teşekkür ederim. Hocam ben burada bir şey hatırlatmak istiyorum. Hocam dedi ki bazı şeyleri bilmiyorlar. Gerçekten haklı. Ben Azerbaycan'daki bu 91 ve 92'deki kara günlerin olduğunda ben Tebriz'deydim. Ben o zaman yani Tebriz'de çalışmak durumundayım. Ben şu anda her şeyi söylemek zorunda değilim. Orada bu olaylar oluyordu. Dünya basını zaten yansıtmıyordu. Biz çeşitli raporlarımızı hazırlıyorduk ülkemiz için. Farkındaysanız ben hiç konuşmalarımda buraya dokunmuyorum. Bunlar bazı şeyler var ki burada da söylenmemesi gereken şeyler. Fakat oradaki ben Tebriz'de bunları dile getirdiğimizde kimse o kadar önemsemiyordu. Hatta yani işte 100 yıl önce de şöyle olmuştu falan. Yani Türk kardeşlerimiz bile bunu söylüyordu. Oradaki Hocalı olsun, Karabağ olsun, diğer yerleşim yerlerinin isimleri Tebriz'e çok yakın bir bölge orası. Yani bilmiyorlardı ya da bilmek de istemiyorlardı. Böyle de bir problem de var aslında.